Salam olsun herkese. Salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə local storage-də olan to-do'ların UI-ya əlavə edilməsi haqqında danışacağıq. Bunu sizə göstərəcəm. Burada 72-ci folderi mən kopya etdim, təzədən buraya yapışdırdım, adını dəyişdirdim. Bu formada 73 yazdım və bu formada adını yazdım və təbii ki 72-də yazdığımız kodların hamısı buradadır. İndi mən bunun üzərinə əlavə kodlarımı yazmış olacağam. Sol tərəfi buradan bağlayıram. Baxın, İndi gəlin keçək sağ tərəfə. Burada biz öncəki dərslərdə yazdığımız kodlara əsasən, məsələn, hər hansı bir şey əlavə etdiyimiz zaman mesaj çıxır bizim üçün bura. Daha sonra həm lokala əlavə olunur burada, həm də ekrana əlavə olunur. Məsələn, to-do 2 yazıram, to-do 3 yazıram. Bu formada yazıram və lokalda da əlavə olundu müəyyən ID-yə və kontentə sahib datalar və ekranda da, yəni UI-da da. İndi buranı refresh etdiyim zaman ekrandan gedir, UI-dan gedir, amma deməli local storage-də qalır. İndi bizə lazımdır ki, DOM content loaded olduğu zaman, səhifə yükləndiyi zaman, refresh olunduğu zaman buradakı dataları gətirib bura yazaq. Ekranda göstərək. Bunun üçün də gəlirəm bura, baxın buradan elə burada yazacağam. Burada add to do yazmışıq, bunu da bağlayaq. Buna yazaq ki, to do əlavə edilməsi etmək ya da yazaq. Etmək. Bu funksiyanın adını belə yazaq. Yəni komment olaraq daha doğrusu. İndi gəlib burada elə burada yazacağam bu belə deyək DOM content loaded üçün. Baxın biz DOM content loaded-i nəyə tətbiq eləyirdik? Dokumentə tətbiq eləyirdik demişdik. Amma load isə Windows-a tətbiq eləyirdik. İndi biz dokumentə tətbiq edəcəyik. Onun üçün də dokument yazıram. Nöqtə add event listener metodu ilə event əlavə edəcəm. Özü gəldi elə DOM content loaded. Burada da məsələn nə yaza bilərik? Loaded to-dos yaza bilərik. Loaded yazaq. Loaded to-dos. Bu formada yazaq. Fərqli bir ad da verə bilərsiniz. İndi bu funksiyanı gəlib aşağıda yazmalıyıq. Biz elə burada yazacağım. Çünki ilk baş verəcək bir proseslərdən biri olduğu üçün buraya yazıram. Funksiyamızı yazaq. Loaded to-dos adı. Parametr bizə lazım olsa seçərik. Hələ ki lazım deyil. Biz nə edəcəyik burada indi? Baxın, bizim burada to-dos var, elə deyil. Mən DOM content loaded olanda ilk öncə bunun içərisini doldursam, bunun üzərində fırlanıb hər birini ekrana yaza bilərəm də, elə deyil. Bunun içərisini doldurmaq üçün də biz burada funksiya yazmışdıq, hanı o? Burada fikir verin, to-do'ları yoxlayırdıq. Əgər lokalda varsa, gətirirdik, nəyə əlavə eləyirdik? Bu to-do'sun içərisinə həmən to-do'ları əlavə eləyirdik. Yoxdursa to-do'su boş başladırdıq. İndi onda mən gəlib burada belə bir şey yaza bilərəm də. Əgər, yazıram, şərt yazıram. Əgər to-dos bərabər deyilsə nala, deməli bunun içərisinə nəsə əlavə olunub da, elə deyil. Onda bunun üzərində fırlanacaq. To-dosun üzərində fırlanacaq, aydındır? Yox, əgər naldırsa heç bir şey yazılmayacaq da ilk başda, aydındır? To-dosun üzərində for each-lə fırlanırıq. Funksiya yazırıq içərisində. Hər birini to-do kimi tuta bilərik, elə deyil. Baxın, to-do kimi tutdum hər birini. İndi bunu, baxın, maraqlı hissəsi buradadır. Bunu hansı funksiyaya verəcəyik biz? Add to do UI-ya. Niyə görə? Fikir verin. Baxın, mən add to do yazanda burada gəlirdim, nə edirdim? Bir to do yaradırdım, elə deyil. Müəyyən ID-yə və kontentə sahib to do yaradırdım və onu verirdim nəyə? UI-ya əlavə etmək üçün. Add to do UI-ya verirdim, elə deyil. Gəlirdi bura. Burada da həmən element yaranırdı və UI-ya əlavə olunurdu, elə deyil. Onda belə çıxır ki, elə bu to-do'dur, bu to-do'dur, elə deyil. Bunun içərisində olan to-do'lar da eyni onun formasındadır da. Zaten orada yaranıb bura əlavə olunub da. ID-si var, kontenti var, eyni formalı deyil. Onda gəlin mən nə edə bilərəm? Baxın, bunu bağlayıram buradan. Gəlib burada onda belə çıxır ki, bu hər fırlananda seçdiyim to-do'nu bu add to do UI metoduna verə bilərəm də, elə deyil. Gəlirəm bura, burada add to do UI metodunu çağırıram və buna to-do'nu veririm. Baxın, Ctrl S edirəm, gəlirəm bura. Fikir verin, refresh edirəm, heç bir şey olmadı. Errorumuz var, yox. Application-a gələk, baxaq niyə olmadı görək. Ctrl S verirəm, çünki niyə görə? Hə, biz funksiyanı çağırmadıq axı. Biz birinci bu funksiyanı çağırmalıyıq. Baxın, bunu çağırmalıyıq ki, baxın, bayaq dedik, amma çağırmadıq bunu. Bunu çağırmalıyıq ki, bu to-do'sun içərisinə gəlib burada nəsə bir to-do varsa onlar yerləşsin, aydındır? Ona görə də gəlirik burada, ilk öncə bunu çağırmalıyıq. Bu funksiyanı çağıraq, ondan sonra bunu edək, aydındır? Baxın, artıq bura yerləşdi bunlar. Fikir verdiniz?
Refresh edirəm, buradan getmir. Amma buradan silsəm, fikir verin, buradan sildim, refresh edirəm, artıq burada da olmadı. İndi yazıram, baxın, to do 1, əlavə etdim, to do 2, to do 3, əlavə etdim, burada əlavə olundu, burada elə deyil. Refresh edirəm, artıq burada olduğu üçün gəlir burada yerləşir. İndi brauzeri bağlasam, təzədən bu layihəni dayandırsam, yenidən ayağa qaldırsam, bunlar buradan silinməyəcək, çünki lokaldadırlar. Aydındır? Belə. Bəs burada nə etdik? Təkrar üzərindən geçsək. Biz birinci to-do'ları yoxlamaq üçün bu funksiyanı çağırdıq. Bu funksiyanın işi nə idi? Gedirdi lokaldan bu adda, bu deməli key adında olan datanı gətirirdi. Elə deyil? Gətirir bura. JSON parser onu parçaladıq, to-do lokala verdik. Əgər null deyilsə, burada olan bizim array'imizə bunu mənimsətdik. Yox, əgər null'dırsa, onda array'imizi boş array olaraq başlatdıq. Elə deyil? Və gəlirik bura. Burada da o funksiyanı çağırdıq. To-do'sun içərisinə lokalda olan nə vardısa, to-do'lar gəldilər, yerləşdilər. Mən də deyirəm, to-do əgər null deyilsə, yəni array'də bir şey, burada lokalda bir şey varsa, to-do varsa, gəlib bunun içərisinə yerləşdiyi üçün bu null olmayacaq onsuz. Dolu olacaq. Bir dənə də içərisində to-do olsa, bir dəfə dövr eləyəcək. To-do kimi tutacağıq onu və add to-do UI-ya verəcəyik. Baxın, funksiya şəklində yazmağımızın burada gör nə qədər xeyri var bizə. Biz əgər bunu funksiya formasında yazmasaydıq, baxın bunu funksiya formasında yazmasaydıq, buradakı bu kodları təkrarən gəlib burada da yazmalı olacaqdıq. Aydındır? Gör nə qədər işimiz çətinləşəcək. Və ya bu funksiyanı yazmasaydıq burada, təzədən gəlib burada eyni şeyləri yazmalı olacaqdıq. Aydındır? Ona görə də yəni bu funksiya ilə yazılmanın, funksiyalara bölüb yazmanın qədrini bilmək lazımdır həqiqətən. Gör nə qədər bizim işimizi rahatlaşdırır. Və yaxud da ki, show alert yazmışıq bura. Biz bunu funksiya şəklində yazmasaydıq, hər alert göstərmək istəyəndə bunu təkrar yazmalıydıq. Aydındır? Ona görə də funksiyanın dəyərini burada anlamaq lazımdır. Belə, yəni burada çətin bir şey olmadı. Gəlin buna da qeyd yazaq. Local storage'dən to-do'ları gətirmək üçün də deyək də to-do'ları UI-ya əlavə etmək üçün. Əlavə etmək yazaq ya da bu formada yazaq. Local storage'dən to-do'ları UI-ya əlavə etmək. Aydındır? Yəni səhifə yükləndiyi zaman. Burada yazdıq. DOM content loaded olduğu zaman gəlir bu funksiya işləyir və bunu yazır. Fikir verin, çox kod yazmadıq, amma bizim gör nə qədər işimizi rahatlaşdırdı. Gəldi buradakıları yazdı ekrana. İndi burada belə bir şey də eləmək olar. Baxın, burada bunları yazırıq. Belə yazmaq olar. Məsələn, yenə event olanda altına yazacağıq bunu. Amma gəlib burada bir dənə də belə bir şey yazmaq olar. Məcburi deyil bu, amma yazmağınızı məsləhət görürəm. Run adında, yəni hər hansı bir funksiya yazırsınız. Run events də deyə bilərsiniz. Funksiya yazırıq və bunun içərisində çağırırıq bunları. Bu eventləri bunun içərisində veririk. Kontrol edirəm. Gəlib burada run funksiyasını çağırıram. Yəni bu yazılış nə oldu? Məsələn, bizim eventlərimiz olduqca buraya yazacağıq yenə. İlk öncə, məsələn, kodu oxumaq istəyən adam baxacaq ki, burada run funksiyası yazılıb. Deməli, bu birinci işə düşür, çağırılıb burada. Gəlir, baxır bura, run içərisində nə var? Hə, eventlər var. Tutalım, hər hansı bir event olduğu zaman forma ID event olanda bu işləyəcək. Add to-do işləyəcək, sonra onun içərisindəki UI-ya əlavə etmək, lokala əlavə etmək işləyəcək və yaxud da ki, DOM content load etsə bu işləyəcək, aydındır? Bu formada. Yəni bunu da yaza bilərsiniz belə, yəni heç bir fərqi olmur, zaten işləyir burada da. Məsələn, to-do 4 deyək, bu formada 45 dedik. Bu formada əlavə olundu bura. Belə, yəni bu dərsimizdə lokal storage'da olan to-do'ların səhifə yükləndiyi zaman ekranda göstərilməsi ilə bağlı danışdıq və bunu kod halına gətirdik. Növbət dərsimizdə artıq başlayacağıq burada update ilə bağlı proseslər aparmağa da, həm UI-da, həm də ki, lokalda, daha sonra remove ilə bağlı, bütün hamısını silməklə bağlı bu formada davam etmiş olacaq. Elə isə növbət dərsdə görüşək.